Qəbul imtahanına düşə biləcək, ekranda gördüyünüz sual izahına sizlərlə bir yerdə baxaq. Cisim üfüqi səth üzərində 20 newtonluq qüvvənin təsiri ilə düzxətli bərabər sürətli hərəkət edir. Şəkil 1-də verilib. Hansı qüvvənin təsiri ilə bu cisim 2 metr/saniyə kvadrat təcillə düzxətli bərabər yeyinləşən hərəkət edər? Sürtünmə qüvvəsi sabitdir. Baxın, gəlin birinci şəkilə baxaq. Fikir versəz, birinci şəkildə gördüyümüz kimi cisim 20 newtonluq qüvvə ilə dartılır və burada düzxətli bərabər sürətlə hərəkət edir. Cisim hansı halda düzxətli bərabər sürətlə hərəkət edir? Əlbəttə ki, ona təsir edən sürtünmə qüvvəsi ilə dartı qüvvəsi bir-birinə bərabər olan halda. Yəni birinci şəkildə F dartı bərabərdir F sürtünmə yazmalıyıq. Buradan dartı qüvvəsi 20 newton olduğundan eyni ilə sürtünmə qüvvəsi olacaq 20 newton. İkinci şəkilə keçdikdə isə artıq burada cisim düzxətli bərabər yeyinləşən hərəkət edir. Fikir versəz, cisim A təcili ilə sağa doğru hərəkət edirsə, sürtünmə qüvvəsi artıq hərəkətin əksinə doğru, yəni sola doğru yönələcək. Burada qeyd edilib ki, sürtünmə qüvvəsi sabitdir. Yəni burada birinci halda sürtünmə qüvvəsini 20 newton götürdüksə, ikinci şəklimizdə də sürtünmə qüvvəsini F sürtünmə bərabərdir 20 newton götürməliyik. Artıq burada F qüvvəsini bizdən istəyir. Hansı qüvvənin təsiri ilə qeyd olunur? Təcil sağa doğru 2-dir. Deməli, onda burada MA bərabər olacaq. Əlbəttə ki, F çıxaq F sürtünməyə. Nəyə görə çıxdım? Əks istiqamətli yönəlmişdir. Bəs niyə F-dən çıxdım F sürtünməni? Çünki burada təcil hansı istiqamətdə yönəlibsə, deməli artıq həmin qüvvə daha böyükdür. Burada F çıxaq F sürtünmə yazmalıyım. Fikir verin, indi burada gördüyümüz kimi kütləmiz M 5 kiloqramdır. 5 vuraq, A-nın yerinə 2 yazıram. F yoxdur. F sürtünməmiz də 20 newtondur. Buradan 5 vuraq ki, 10 bərabər olacaq. F çıxaq 20-yə. Buradan F bərabər olacaq. 10 üstə gələk 20. O da bizə verəcək 30 newton. Cavab olacaq C bəndi.